Bugün qeyri-formal məntiq səviyyəsindən növbəti mühazirəmizə başlayırıq. Müzakirə edəcəyimiz mövzu kütləyə müraciət və ya populyar ideya müraciət adlı qeyri-formal məntiqi xətadır. Say etibarilə bu mühazirəmiz artıq 12-ci mühazirəmizdir, amma mövzuya müraciət etibarilə biz ikinci videonun izahına başlayırıq. Yəni ikinci video vasitəsilə mövzunun izahına başlayırıq. Daha əvvəl adını qeyd etdiyim qeyri-formal məntiqi xətanı izah edən zaman, yəni biz mövzuya giriş etmişdik. İndi xatırlatma olaraq sadəcə bir neçə mülahizəni irəli sürək. Kütləyə müraciət xətası o deməkdir ki, cəmiyyətdə, yəni sosial sistemdə populyar olan hər hansı bir ideya mövcuddur və insanlar məhz həmin ideyanın populyar olması, cəmiyyətdə əksəriyyət tərəfindən qəbul edilməsi, başqa sözlə, kütlənin sevimli bir ideyası olması səbəbindən onun doğruluğunu qəbul etməyə meyilli olurlar. Yəni bunun alt qatlarında, yəni dərin qatlarında bir psixoloji səbəblər mövcuddur. Yəni insan çoxluq tərəfindən, cəmiyyətdə əksəriyyət tərəfindən sevilmək, onların rəğbətini qazanmaq istəyinə malik ola bilər. Yəni bu psixoloji cəhətdən bir çox insanların zəif tərəfi olaraq qiymətləndirilə bilər. Məhz həmin psixoloji zəiflik səbəbindən insan sadəcə həmin populyar ideyanı qəbul etmək vasitəsilə kütlənin rəğbətini qazanmaq istəyə bilər və dolayısıyla arqumentin doğru yoxsa yanlış olmasına diqqət yetirmədən, onun məntiqi analizini həyata keçirmədən, sadəcə onun populyar olması səbəbindən onun doğruluğuna qərar verə bilər. Bu isə təbii ki, məntiqi müstəvidə artıq qəbul edilməzdir. Özündə adını qeyd etdiyimiz kütləyə müraciət və ya populyar ideya müraciət adlı qeyri-formal məntiqi xətanı ehtiva edir. Beləliklə, biz bu mövzunun davamına keçid alaq. Kütləyə müraciət adlı məntiq xətası iki formada həyata keçirilə bilər. Bunlardan birincisi birbaşa, ikincisi isə dolayı yolla həyata keçirilmiş olan məntiqi xətadır. Bugün biz yalnız birbaşa yolla həyata keçirilən kütləyə müraciət məntiq xətasını izah edəcəyik. Amma dolayı yolla həyata keçirilən xəta növlərini isə, yəni bu kontekstdə olan xəta növlərini isə növbəti mühazirələrimizdə izah edəcəyik. Beləliklə başlayaq. Birbaşa yolla həyata keçirilən kütləyə müraciət məntiqi xətası. Birbaşa olaraq həyata keçirilən bu xəta vasitəsilə arqumenti irəli sürən insan arqumentin ünvanlandığı kütlənin emosiyalarını coşdurmaqla və onlarda entuziazm yaratmaqla arqumentin nəticəsini qəbul etdirməyə çalışır. Burada əsas məqsəd süni zəkasını formalaşdırmaqdır. Süni zəkası bu sosial psixologiya kontekstində araşdırılan bir fenomendir və süni zəkası individual insanın kütlə daxilində digər insanların təsiri altında rasional qiymətləndirmədən necə kənarlaşaraq və emosional qiymətləndirməyə meyl edərək müəyyən davranış nümunələrini mənimsədiyini təsvir edir. Təbii, sosial psixoloji baxımından süni zəkası bu qəbul edilməz, yəni arzu edilməz bir fenomendir və hətta əgər insan individual müstəvidə, yəni özünün şəxsi həyatında edə bilməyəcəyi davranış nümunələrini süni zəkasının tərkibinə daxil olan zaman, onun bir parçasına çevrilən zaman asanlıqla icra edə bilir. Ona görə də biz qeyd edirik ki, süni zəkasının təsirinə məruz qalarkən insan individual şəkildə qəbul edə biləcəyi qərarlardan tamamilə fərqli olan qərarlar qəbul edə bilər və bu səbəbdən birbaşa olaraq həyata keçirilən kütləyə müraciət xətası demək olar ki, bütün siyasi ideoloji təbliğatların
və demagogiyanın ayrılmaz tərkib hissəsidir. Çünki demək olar ki, bütün siyasi ideoloji təbliğatların məqsədi insanların müəyyən bir siyasi ideyanın doğruluğuna inandırmaqdır. Yəni, burada rasional qiymətləndirilmə, rasional şəkildə arqumentin əsaslandırılmasından söhbət gedə bilməz. Əsas məqsəd məhz inandırma mexanizminin mümkün qədər effektiv şəkildə tətbiq edilməsidir. Və əgər insanlar individual planda ola bilsin ki, rasional qiymətləndirmədən sonra onlara təklif edilən siyasi ideoloji ideyanın yalan olması və ya absurd olmasını analiz edə bilər, yəni bunun fərqində ola bilər. Amma sürü zəkasının bir tərkibinə çevrilən zaman, onun bir parçası olan zaman və yaxud bu sürü zəkasının effektini öz üzərində daşıyan zaman həmin absurdluğun, həmin yalanın olduğunun fərqində olmur. Və çox zaman bu bir siyasi ideoloji manipulyasiya vasitəsinə çevrilir və ona görə də qeyd etdiyimiz kimi demək olar ki, bütün siyasi ideoloji təbliğatlar və demagogiya kütləyə müraciət adlı qeyri-formal məntiqi xətadan olduqca tez-tez istifadə edirlər. Məsələn, qlobal tarixdə biz 1933 və 45-ci illərdə faşist partiyasının lideri kimi Almaniya rəhbərlik etmiş Adolf Hitlerin bu məntiqi xətadan böyük məharətlə necə istifadə etməsinə şahidlik edə bilərik. Məsələn, YouTube-da siz bəzi onun kiçik həcmdə də olsa çıxışlarına, jestlərinə, emosiyalarına, yəni kütlə qarşısında çıxış edən zaman bədən dilinin nüanslarına diqqət yetirə bilərsiniz. Və ola bilsin ki, bu çıxış individual planda insan üçün rasional təsir bağışlamaya bilər. Amma necə ola bilər ki, bu insan, yəni adını qeyd etdiyimiz partiyanın lideri olaraq, yəni seçkilərdə qalib gələrək bir ölkənin liderinə çevrilir və doğrudan heç olmazsa bir müddət, yəni hakimiyyətinin erkən illərində kütlənin rəğbətini, sevgisini qazanan bir siyasi lider olaraq formalaşa bilir, yəni çıxış edə bilir. Təbii burada həmin qeyd etdiyimiz siyasi ideoloji təbliğat mexanizmindən məharətlə istifadə etmə bacarığı diqqət mərkəzinə gəlir və həmin məharətin də ayrılmaz bir tərkib hissəsi, yəni bu günləri analiz etdiyimiz kütləyə müraciət və ya populyar ideya müraciət adlı məntiqi xətadan effektiv şəkildə istifadə edə bilmə bacarığını özündə əks etdirir. Amma bu o demək deyildir ki, yəni bu məntiqi xəta yalnız faşizm və yaxud avtoritar, totalitar bir siyasi rejimlərin və yaxud siyasi ideologiyaların tez-tez müraciət etdiyi bir məntiqi xəta formasıdır. Yəni hətta demokratik qərb ölkələrində də birbaşa kütləyə müraciət məntiqi xətasından geniş istifadə edilir. Məsələn, seçki ərəfəsində və ya siyasi müraciətlər zamanı, dialoqlar zamanı arxa fonda səsləndirilən musiqilər, dalğalanan bayraqlar və s. Yəni bunlar hamısı bir psixoloji nüans, psixoloji elementləri özündə ehtiva edərək, deməli həmin xətanın təsir gücünü artırmış olur. Beləliklə biz birbaşa olaraq kütləyə müraciət adlı məntiqi xətanın hansı effektə malik olması haqqında daha geniş bir təsəvvürə malik olmuş olduq. İndi isə həmin xətanın izahının davamı olaraq, yəni emosional şəraitdə eyni auditoriya toplanmış insanlarda bu xətanın necə bir effekt yarada bilməsinə qısaca bir diqqət ayıraq. Məsələn, hətta demokratik ölkələrdə belə siyasi dialoqlar, siyasi görüşlər, seçicilər ilə ünsiyyət zamanı arxa fonda müəyyən bir musiqilərin səsləndirilməsi, müəyyən bir simvolların, müəyyən bir, məsələn, bayraqların dalğalanmasına biz rast gələ bilirik. Yəni bunların hər biri ora toplaşan insanlarda həmrəylik, eyforiya və həyəcanı paylaşmaq üçün siyasi ideoloq və demagog tərəfindən irəli sürülən
bütün arqumentlərin məntiqi cəhətdən qüsurlu nəticələrinin görülməsini demək olar ki, mümkünsüz edir. Əgər insanlar həmin əhval-ruhiyyədə olurlarsa, yəni eyni bir situasiyada, eyni bir psixoloji manipulyativ bir təsirin effektlərini öz üzərində hiss edən zaman, hətta absurd və yalan olan arqumentlərin də məntiqi nəticəsini demək olar ki, tərəddüd etmədən qəbul etmiş olurlar. Beləliklə, birbaşa olaraq həyata keçirilən kütləyə müraciət xətası yalnız şifahi arqumentasiya ilə məhdudlaşmır. Yəni bu məntiqi xətadan yazılı şəkildə qurulan arqumentlərdə də istifadə etmək mümkündür. Məsələn, hər hansı bir yazılarda, hər hansı bir kitablarda və s. Çox tez-tez istifadə edilən, yəni manipulyativ məqsədlə tez-tez istifadə edilən aşağıdakı frazeoloji birləşmələrə rast gəlmək mümkündür. Məsələn, demokratiya uğrunda mübarizə aparan insanlar, Allah yolunda canından keçən şəhidlər, xalq uğrunda canını fəda etmiş qəhrəmanlar, xalqın xilaskarı və bu qəbildən olan digər söz birləşmələri. Yəni bunlar manipulyativ xarakterli yazılan mətnlərin, məsələn, qəzet materialları, oçerklər, şeirlər və s. vasitəsilə sosial sistemdə sürü zəkasını formalaşdırmaq üçün effektiv şəkildə istifadə edilir. Amma burada bir nüans var. Biz bu nüansı xüsusi olaraq diqqətə almalıyıq. Yəni ola bilsin ki, məsələn, X adlı insan müəyyən dəyərlər və ideallar uğrunda mübarizə etmişdir, həyatını bu mübarizəyə sərf etmişdir. Yəni bu olduqca müqəddəs bir amaldır. Yəni bu alqışlanası, rəğbət duyulası bir məqamdır. Amma bizim burada xüsusi olaraq fərqləndirməli olduğumuz incəlik ondan ibarətdir ki, X adlı insanın fədakar mübarizəsi üzərində qurulan siyasi ideoloji təbliğat və demagogiya məzmun etibarilə bu insanın yüksək dəyər və ideallar uğrunda mübarizə etməsi, həyatını bu mübarizəyə sərf etməsi, bu yolda məsələn dünyasını dəyişməsi ilə eyniyyət təşkil etmir. Yəni bu faktın özü etik kontekstdə olduqca yüksək dəyərdir, amma onlardan siyasi, manipulyativ bir demagogiya vasitəsi kimi istifadə edilməsi isə, yəni bu məntiq müstəvisində qəbul edilməz bir haldır. Yəni burada biz bu incəliyi mütləq şəkildə diqqət mərkəzinə çatdırmalıyıq. Beləliklə, yəni biz birbaşa olaraq həyata keçirilən kütləyə müraciət xətasının mümkün effektləri, təsir mexanizmləri haqqında nisbətən geniş bir təsəvvürə malik olduq. Yəni mən inanıram ki, yəni biz bu qəbildən olan arqumentlər ilə xüsusilə birbaşa təsir effektinə malik olan arqumentlərin tanınması, analiz edilməsi və onlardan yayınması bu daha asandır. Çünki adı üzərindədir. Birbaşa olaraq həyata keçirilən kütləyə müraciət məntiq xətası. Yəni bundan yayınmaq asandır. Və mən inanıram ki, yəni bu artıq mühazirənin məzmunu ilə biz tanış olduqdan sonra biz istər gündəlik həyatımızda, istər müxtəlif sosial, siyasi kontekstlərdə bu qəbildən olan arqumentlərin öz üzərimizdə ola biləcək neqativ təsir effektlərindən yayına bilərik və biz növbəti mühazirələrimizdə artıq dolayı şəkildə həyata keçirilən bu məntiq xətasının, kütləyə müraciət məntiq xətasının növləri ilə tanış olacağıq. Yəni birbaşa olan arqumentlərdən fərqli olaraq dolayı şəkildə həyata keçirilən arqumentlərin tanınması, analiz edilməsi nisbətən daha çətindir və ona görə də onların öz üzərimizdə ola biləcək potensial neqativ təsirlərindən yayınmaq da nisbətən daha çətindir. Beləliklə, diqqətinizə görə təşəkkür edirəm. Suallarınız olarsa ünvanlaya bilərsiniz. Hələlik, növbəti mühazirələrdə mövzunun müzakirəsinə davam etdirərik.